diplomsuz sən heç kimsən Filan kəsim eşidirdi. uşağı. Filan kəsim uşağı. Bir yox maaşı azdır. Dayı var idi, qabağa getdi. O insanların keçmişinə baxanda Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu gün Delotunun ikinci buraxılışına sizlərin qarşısındayıq. Bugünkü qonağımız TikTokda öz sahibkarlıq videosundan gənclər arasında məşhurlaşan Səbuhi Səfərov olacaq. Səbuhi, xoş gəlmisiniz. xoş gördük. Hər birinizi salamlayıram. Necəsiz? Necə hiss edirsiniz? Çox sağ olun. Yaxşı. Yaxşı hiss eləməyə çalışıram. Bəli. Yaxşı hiss eləməyə çalışıram. Yaxşı olasam. Bu çəkiliş üçün yaratdığı şəraitə görə Devox Studio Bakıya öz təşəkkürümüzü bildiririk. Səbuhi Səfərov kimdir? Ümumiyyətlə qısa olaraq sizi öz dilinizdən tanıyaq gəlin. Mən Səbuhi Səfərov, 22 yaşım var. Light Coffee Shop'un sahibiyəm və 15 yaşımdan bu yana işləyib qazanc əldə etməyə çalışmışam və o qazanc sayəsində belə bir mini coffee shop yaratmışam. Biz bu gün bu podkastda işsizlik barəsində, ümumi olaraq gənc sahibkar olmağın üstün, mənfi və müsbət tərəfləri barəsində və gənclərə motivasiya, dəstək xarakterli bir video hazırlayacağıq. Ümid edirik ki, bu sizə də faydalı olacaq. Gəlin sizinlə ilk sualımıza keçək. Sizcə universitet təhsili günümüzdə hər şeydirmi? Belə deyim, yəni əgər bacarığınız varsa, özünüzü kəşf eləmisinizsə, diplomun elə də çox əhəmiyyəti yoxdur. Amma ki, əgər siz bacarığınızı təhsildə görürsünüzsə, bu təhsilə davam etmək lazımdır. Yəni təhsil millətin gələcəyidir. Bu arada mən də belə düşünürəm ki, hal-hazırda universitet demək olmaz heç nədir. Çünki bu B planıdır. Yəni bu gün sabah ola bilər sənin öz qurduğun sahədə, öz işində hər hansısa bir xoşa gəlməz hallar baş versin və yaxud da ürək açan bir nəticə almayasan. Amma həmişə B planı saxlamaq lazımdır ki, yəni bu gün sabah əlində bir diplom olsun və harasa gedəndə alnın açıq, üzü ağ, yəni həm özünü, həm işini yaxşı təmsil eləyə biləsən. Eyni zamanda savad, yəni o deməkdir ki, artıq sən nəyisə qadirsən və o potensialından düzgün istifadə eləyərək gələcəyinə yönəltmək olar. Bəli. Burada belə bir bizim cəmiyyətdə belə bir mövzu var ki, mənim uşağım oxusun, diplomu olsun və məsəl üçün mən onlarla çox qarşılaşmışam. Belə deyim ki, mənim ətrafımda olan ailələr də, yəni o şeyləri deyirdilər ki, mənim oxusun, balam diplomu olsun falan. Diplomsuz sən heç kimsən. Yəni elə bir suallar da eşidirdi. Ya filan kəsim uşağı belə eləyir, sən niyə eləmirsən falan. Bəli. Düzdür, o baxımdan mənim ailəm elə olmadı, amma ətrafımda görürdüm ki, bir neçə ailədə o şeylər var. Şükürlər olsun ki, yəni bizdə elə bir şey olmadı. Mənə ən çox dəstək olan ailəm oldu. Yəni həqiqətən buradan da təşəkkürümü bildirirəm hər birinə. Amma çıxışlarınızın birində qeyd edirsiniz ki, sırf özüm olmuşam, dəstəkçim. Yox, dəstəkçi özüm olmuşam. Mənəvi cəhətdən, məsəl üçün bacararsan, yəni olar, eləyə bilərsən, davam elə. Biz səndən fəxr edirik. Yəni o sözlər belə adamı daha da irəli aparır. Eynən, mən də məsələn bir çox şeyimi ailəmə borcluyam. Yəni onların yaratdığı bir şərait, onların mənə güvənməyi, hər addımda daha çoxunu, yəni gözləməyi də insana böyük bir stimul verir. Ümumiyyətlə belə bir sual vermək istəyirəm. Hal-hazırda günümüzdə Azərbaycanda uğurlu fərdi sahibkarlıq növləri hansılardır və niyə siz məhz coffee shop biznesinə başlamısınız? Mən niyə coffee shop biznesinə başlamışam? Özüm bu sferada özümü tapdığım üçün, yəni ona görə bu sferaya addımladım. Bu sferada da bu sferanın çətinlikləri çoxdur. Birinci ofisiant olaraq başlayırsınız, yəni ofisiant köməkçisi, ikinci ofisiant olaraq belə yəni vəzifəniz getdikcə artır. Sonra barista olaraq, şef barista olaraq, yəni şef menecer olaraq, yəni belə vəzifəniz artırır. Mən də çalışdığım qədər bu sferada təcrübə topladım. Bu sferada maksimum dərəcədə nə lazımdırsa hər bir şey öyrəndim. Bu nəyi ki çox sevirsinizsə, o yolda da irəliləməyə çalışırsınız. Ona görə də maksimum səviyyədə həm sevdiyiniz iş olsun, həm də bu yolda irəliləməyə davam edək. Bəs ən çox ilhamlandığınız nə olub? Yəni sırf coffee shop biznesində. Kofe düzəltməyə çox marağım olub. Yəni həddindən artıq. Ümumiyyətlə mən bu sferaya anlamsız girmişəm. Yəni ofisiantlıq üzərindən, pul qazanmaq üzərindən girmişəm, amma daha da öyrəndikcə, daha da təcrübəm artdıqca daha da sevgim artıb. Bu üzərindən də davam eləmişəm. Bəs Azərbaycanda hansı fərdi sahibkarlıq növü hal-hazırda aktualdır? Yəni daha çox orada
uğur və gəlir əldə etmək olar? Mən bu sferanı seçdiyimə görə bu sferanı da araşdırmışam daha çox. Düz indi hər yerdə coffee shoplar mövcuddur. Bəli. Yəni bu dəqiqə hər yerdə coffee shoplar var. Amma mən özümə güvəndim və daha da sevgimi verdim ki, yəni bu işdə bacaracağam, uğurlu olacağam. Həmin o videodan sonra mən daha da belə tanınmağa başladım, daha da belə İnsanlar arasında yəni bu rəğbət gördü. bəli, daha da sevilməyə başladım. O da mənə daha çox motivasiya verdi. Eynən, belədir. Sizcə qazanc, yəni aylıq qazanc, maaş anlamı günümüzdə nəyi ifadə edir? Yəni maaşla irəli getmək mümkündür? Maaşla irəli getmək mümkündür. Mən bir çox videolar izləmişəm. Deyirlər ki, maaşla irəli gedə bilmərsən. Bəzi motivasiya videoları var ki, hətta orada da deyirlər ki, maaşla irəli gedə bilmərsən falan. Yəni büdcənizi yığa bilirsinizsə, yəni yığımcılsınızsa, inandırım sizə ki, maaşla irəli getmək olur. Amma mən belə düşünürəm ki, yəni maaşla olar da, yəni çox da irəli getmək, məsələn siz maaşı yığmısınız, siz bunu məqsədi yönlü istifadə eləmisiniz ki, hə, bax mən bu gün, sabah bunu eləyəcəm deyə, oradan daha çox gəlir əldə edə bilərəm. Maaşla ömrümün axırına qədər hər şeydən qısım, paltarımı az olum, geyimimi az alım. O şəkildə o artıq yaşamaq olmurdu. O elə bil ki, bir ayı idarə etmək anlamına gəlir. Hər şeyin qiyməti demək olar günü-gündən qalxır. Nəticədə maaş əvvəlki vaxtda əgər bir şeylə dolana bilirdinizsə, bu maaşla bir ayı sonuna gətirə bilirdinizsə yaxşı şəkildə. İndiki günümüzdə onu eləmək olmur. Günümüzdə gənclər arasında işsizlik halları durmadan artır. Siz problemi nədə görürsüz? Gəncdə ya sistemin özündə? Sistemdə bizim üçün şərait yaradılır və o şəraitdən istifadə eləməyən gənclərin sayı çoxdur. O da nədən irəli gəlir? Tənbəllikdən. Çünki mən bunu ətrafımda görmüşəm. Baxıram, görürəm ki, məsəl üçün imkan var. Ofisiantlıq təklifləri gəlir. Bizə uşaqlar gəlir ki, mən işləmək istəyirəm. Mənim də dostum, tanışım olur ki, yönləndirirəm ki, get falan yerdə iş var. İşləyə bilərsən. Deyir, yox, maaşı azdır. Məni qane eləmir. Əvvəlcə çox işləyirəm. İş saatım çoxdur. Yəni ona görə də həmin adam işsiz qalır. Bir çox yerlərdə işlər var. Yəni halbuki ofisiantlıq da ola bilər, baristaq da ola bilər, kuryer də ola bilər. Çoxdur, sahə çoxdur. Sadəcə hərəkət eləmək lazımdır. Daha da irəli getmək lazımdır. Fikirləşə bilərsən ki, mən getdim oradan 400 manat maaş aldım. Mən biraz da işləsəm maaşımı artırarlar. Və yaxud nə bilim o 400 manatı 5 ay yığıb, 6 ay yığıb müəyyən bir büdcə ilə, yəni restoran sferası olmasın, başqa bir sfera olsun. Yəni ora yatırım edib oradan yenə qazanc əldə edə bilərəm. Yəni bu fikirlə irəliləsələr hər şey yaxşı olar. Belə, yəni sistem bu şəraiti yaradır, gənclər də istifadə etsə yaxşı olar. Bəhanədirmi deyim, nədir deyim, bilmirəm. Gəncləri hal-hazırda razı salmaq çox çətindir. Sanki onlar hər işdə işləmək istəmirlər. Birində hərəsində bir qulp tapırlar ki, ay burada iş saatı çoxdur. Bura mühitini bəyənmədim, bura elə falan deyərkən həqiqətən görürlər ki, nəticədə günün sonunda işsizdirlər, pulları da yoxdur, günahlandırırlar. Şəxsi inkişaf kitablarında çox belə məşhur söz var. Yəni qurban rolunu oynayırlar. İstifadə etməyi bacarmırsan. Bəli. Belə, yəni çalışmaq lazımdır, istifadə etmək lazımdır. Necə deyim, maaşla qane olmursunuzsa, bir müddət işləyin. Heç kim sizi məcbur eləmir ki, otur burada işlə. Eynən. Yəni işləyin, nəticələrə baxın. Əgər okey qane eləmirsə, yox, siz qazanmısınızsa, yəni qazanmış olursunuz. Müəyyən bir büdcə də olsa qazanmış olursunuz. O büdcə ilə başqa bir şey yatırım eləyə bilərsiniz. Xırda bir şey, alqı-satqı da ola bilər. Yəni xırda məhsulların alıb-satışını da edə bilərsiniz. Yəni fərqli o qədər işlər var. Qabiliyyətiniz, bacarığınız olsa, sizə hər yerdə yaşılışıq. Ümumiyyətlə uğurlu gənclərin hər hansısa bir sahibkar ola bilər və yaxud bir şəxs ola bilər. Həyatına baxsan, belə bir ifadə var, yəni bu işin içində bişib. Yəni bir çox işdə işləyib artıq maliyyə sistemini bilir. Yəni onu biraz aldatmaq da çətin olur. İşin strukturunu bilir, işi aparmaq tərzini bilir. Amma gənclər hal-hazırda fərqində deyirlər ki, yəni sənin oradan həqiqətən öyrəndiyin bir şey var da, bu gün sabah onu özün məqsədyönlü şəkildə istifadə edə bilərsən. Təcrübə. Əlbəttə, praktika yəni buna deyilir. Təcrübə hər bir şeydən önəmlidir. Maddiyyatdan da önəmlidir, yəni o dərəcədə. Çünki mən coffee shop açanda orada mən düzdür, maddiyyatı da fikirləşirdim. Amma maddiyyatdan çox təcrübəmi fikirləşirdim. Nəyə görə? Çünki mən burada batırsam, buranı işlədə bilməsəm, amma mənim təcrübəm olmuş olur. Və mən ikinci bir risk eləmiş olsam, burada elədiyim səhvləri ikinci təkrarlamayacağam. Düzdür, yəni o təcrübə hər şeydən önəmlidir. Bəli. Deməli, insanlar arasında belə bir fikir var ki, yəni ayda mənim də
bu qədər, filan qədər pulum olsa, mən də bu biznesi başladaram. Buna həqiqi güc lazımdır, pul lazımdır. Ümumiyyətlə bu barədə nə fikirləşirsiniz? Pulun olmalıdır sırf hər hansısa qeyri-adi bir biznesi başlamaq üçün? Yoxsa elə də gərək yoxdur, həqiqətən az-az da başlaya bilərsinizmi? Yoxsa bu biznesdən biznesə görəmi dəyişir? O sualları mənə çox verən oldu. Hətta kommentariyalarda yazanlar çox oldu. Papaşotla hərəkət eləmisən, nə bilim, sənə kimsə dəstək olub, bunu sən bacara bilmərsən, nə bilim, belə elə. Yəni çox oldu, aşırı yazanlar oldu. Mən bunu demək istəyirəm ki, birinci növbədə insan bacarsa, məqsəd qoysa, məqsəd yönümlü olsa, hər bir şeyi öhdəsindən gələ bilər. Bu şeyləri hamısını özüm görmüşəm, özüm yaratmışam. Yəni başdan dediyim kimi də müəyyən bir büdcə ilə deyim, wow, belə aşırı pulum yığmışam, eləmişəm, yox. Yəni ortada yüngül summa olub. Mən də bundan istifadə edib idarə etməyə başlamışam. Nə qədər yığmışdınız bəs belə? Belə deyim də, o büdcəni mən hər kəsə aid edə bilmərəm. Çünki hər bir yerin öz arendatoru var, yəni arenda qiyməti var. Məsələn üçün mənim açdığım yerdə Bakıxanov ərazisində olduğu üçün və biraz qiymətlər münasib idi. Belə deyim, mən öz bu şəxsi biznesi məbləği 15.000 olub, yəni totalda belə xırda çox çıxır. Məsələn biri var birdən yatırım edəsən, biri də var xırda olanda biraz məbləğ də böyüyür. Yəni barın yığılmasıdır, dizayn verilməsidir, stul, içərisinin avadanlıqlar, içərisinin qidaları, interyeri, yəni hər bir şey biraz pul aparır. Bu da xırda bir iş olduğu üçün xırda biraz çox çıxıb. Bu yola başladığınız anda heç xatırlayırsınız ən böyük uğursuzluğunuz nə olub ilk addımda və yaxud sonradan fərqi yoxdur? Bəli, olub. Bu sferada işləmişəm, düzdür, amma sırf sahibkar kimi işləməmişəm. Öz sənəd işlərində mənim çətinliklərim çox oldu. Mən də başladım araşdırmağa. Mənim qohumlarım var, bəziləri, yəni bu sənəd işlərindən biraz başı çıxır, anlayışı var. Başladım onlara müraciət etməyə. Şirkətlər var, əlaqə saxlayırsan, oradan ora. Biraz orada çətinliyim oldu. Biraz yox, bayağı bir çətinliyim oldu ki, necə olacaq, yəni necə edəcəm. Özümə bu sualı verdim, amma dedim ki, mən bu yola addım atmışam və davam etməliyəm. Texniki məsələlər inanırsınız ki, çox çətindir. Yəni bizim öz sahəmizdə də hər hansı video çəkdiyimiz işdən belə texnik məsələləri həll etməli, sənədlərlə işləməli oluruq. Amma bu sosial mediaya yansımayan tərəfidir də bunların. Hər qaranlıq gecənin bir işıqlı səhəri var əslində. Günümüzdə gənc sahibkar olmağın çətin tərəfləri nələrdir? Yəni hər hansısa bir yeni startapa başlayan gənc üçün sıra-sıra nələr tövsiyə edərdiniz? Birinci növbədə səbir. İnsanın qarşısına çətinliklər tək bu yolda çıxmır. Hər bir yolda çətinliklə qarşılaşa bilərsiniz. Ona görə də birinci növbədə səbirli olmaq lazımdır. İkinci növbədə iradəli olmaq lazımdır. Üçüncü növbədə davamlılıq. Yəni davamlılıq şərtdir. Disiplin şərtdir. Yəni disiplin olduğu yerdə hər bir iş uğurlu olur. Gəlin biraz da bu dayday məsələsindən danışaq. Deyirlər ki, falan kəsin daydayı var idi, qabağa getdi. Hal-hazırda günümüzdə bir şey başlamaq üçün, hər hansı bir işlə qabağa getmək üçün adamın lazımdır, adamın olmalıdır. Bunlar olmadan da hal-hazırda Azərbaycanda bir gəncin və ya şəxsin irəli getməyi mümkündürmü? Yəni dediyim kimi, əslində mümkündür. Yəni dayday olmasa da olar. Müəyyən bir büdcə əldə edəndən sonra onların hamısını eləmək mümkündür. Azərbaycan müstəqil bir ölkədir və hər bir şəraitdə yaradır gənclərimiz üçün. Çalışmaq lazımdır, bu fürsətlərdən istifadə etmək lazımdır. Əgər daydayınız da varsa, sponsorunuz da varsa, nə gözəl sizə. Yəni o daha rahat olar. Amma onun qədri bilinmir də. Yəni əziyyətsiz bir işlə qabağa getmək məncə çox da düzgün deyil. O deyir, iliklərimə qədər hiss eləmişəm ağrısını, acısını. Onu elə bil özüm böyütmüşəm. O məsələ var da. 5 il sonra, 10 il sonra həm onun qədrini bilməyəcək. Onsuz da özünün belə zəhmətlə qurduğu bir şey deyil. Bizim ölkədə daha çox işləyir də bu metod. Təəssüflər olsun ki, yəni reallıqda danmaq da düzgün olmaz. Mümkün yoxdur ki, yəni həqiqətən istədiyin bir iş bəhanələrsiz bir həyatda səni gəlib tapmasın. Düz deyirsiniz, amma daydayı olan adam da, yəni orada da yəni əziyyət çəkirsiniz. İşi aparan siz olursunuz. Düz ola bilər ki, sponsorluq olsa, amma işi aparan siz olursunuz deyə əziyyət çəkirsiniz. Digər tərəfdən isə bütün məsuliyyət, bütün yük sənin üzərinə düşür. Siz dediyiniz kimi ağrılı, acılı bir dönəmdən keçirsiniz. Psixoloji, yəni mənəvi cəhətdən. Bəli, həm mənəvi cəhətdən, həm maddi cəhətdən. Daha da bərk olursunuz da, belə deyim. Bir şey də var ki, daydayın həm sənə onu qursun əlinə versin, həm də sonradan fiqur olaraq sən görün, arxa planda yenə sən onu idarə eləmə. Bunun nə qədrini biləcəksən ki, sizcə sosial mediada görünən social romanticizing, yəni sosial romantizə etmə
anlayışı necə işləyir? Sırf hər şeyi vizuallaşdırırlarmı? Çünki biz hər hansısa Instagram səhifəsinə giririk, hamı uğurludur. Hamı nələrisə paylaşır, hamı nəyisə var, hamı alır. Bu həqiqətən də belədir. Belə deyim də, yəni bu insanlar da bəziləri əziyyət çəkib o levelə gələ bilər. Bəziləri də yəni əziyyət çəkmədən, necə deyim, daydaşotuna da gələ bilər. Elə insanlar var ki, baxırsınız ki, fərqli ölkələrdədir falan, belə əylənirlər özləri üçün və o insanların keçmişinə baxanda, araşdıranda görürsən ki, orada daha çox əziyyət var, əmək var. Yəni, elə insanlar da var ki, keçmişini araşdırırsan, baxırsan, görürsən ki, ortada heç bir şey yoxdur, amma həqiqətən o levelə gəlib çatıb. Yəni sualda əlavə qeyd elədiyim bir nüans ondan ibarətdir ki, sizcə gənclərə necə təsir eləyir? Bu psixoloji zərərdir. Məşhur iş adamı var. Mən həmişə onu izləmişəm. Çətinliklərini də görmüşəm, xoş anlarını da görmüşəm. Həmin adama qarşı sevgim böyük idi. Mən məsəl üçün ondan motivasiya almışam. Görmüşəm ki, adam əziyyət çəkir, bacarır. Mən də demişəm ki, mən də əziyyət çəkəcəm, mən də bacaracağam. Elə insan da var ki, elə gənclər də var ki, görür ki, çətinlik çəkir, nə bilim, əziyyət çəkir bu yerə gəlir, imtina eləyir. Sizcə erkən yaşda pul qazanmaq mı daha önəmlidir, ya təhsil mi daha önəmlidir? Mənim əhatəmdə elə dostlarım da var. Mən həqiqətən onlarla qürur duyuram. Necə deyim, mən də çalışdığım qədər onlara dəstək olmağa çalışıram. Gördükləri iş, yəni həm oxuyub, həm işləmək onun özü belə bir uğurdur. Yəni onu hər adam bacarmır. Avantajları odur ki, yəni həm oxuyurlar, təhsilləri olur, belə pul qazanırlar. Bu dəqiqə işçiyə daha çox ehtiyac var. Hər hansı bir sektor. Hər hansı bir sektor. Həmin adamdan diplom tələb eləmirlər. Həmin adamın qabiliyyətinə baxırlar. Barista kimi gedəndə mənə demirlər ki, sənin diplomunla, mənə deyirlər ki, nə işlə məşğul olum, nə bacarığın var. Hazırda yəni süni intellekt dövrüdür, hansı durmadan inkişaf eləyir. Yəni mən oturum, oxuyum, diplom qazanım. Ay 4 il sonra bunu eləyəcəm. Ay yəni zaman o qədər sürətlə inkişaf eləyir ki, zamanın da təsiri altında texnologiyalar. Texnologiyanın da inkişafı o deməkdir ki, artıq işçi qüvvəsinə əhəmiyyət azalır. Bəli, həm də onların qazancı daha çox olur. Əlbəttə, Mən elə insanlar tanıyıram ki, qabiliyyəti var, bacarığı var, istedadı var. Baxırsan 10 il oxuyub, məsələn 3000 maaş alır. Bunda qabiliyyəti, bacarığı var, istedadı var, 20 pul qazanır. Hardasa biz 10 il əvvələ baxsaq, 10 il, 15 diplomlu iş yaxşı idi. Çünki zamanın tələbi də o idi. Amma belə deyim, kiminsə biliyi varsa, savadı varsa, həvəsi varsa oxumağa, onların uğuru da bu yolda ola bilər. Məncə məsələn hər hansısa bir peşəni öyrənirsən, ola bilər tibb olsun. Məsələn tibbi mən necə gedim kiminsə yanında öyrənim, elə işləyim? Yox, əlbəttə ki, ora savad lazımdır. Diplom mütləqdir yəni burada. Deməli sizin trend olan bir videonuz var idi. O videonu mən bura qoyacağam. Onun sayəsində sizi insanlar tanıdılar. Hal-hazırda sizə bu sual vermək istəyirəm ki, o videonu paylaşdığınız an həqiqətən də bu qədər dəstək gələcəyini düşünürdünüzmü? Mən Coffeeshopda belə dayanmışdım. Birdən ağlıma gəldi ki, belə bir video paylaşım, görüm necə olacaq. Sadəcə əvvəl videolar paylaşırdım, 3000 baxış gəlirdim. Bir dənə belə bir video paylaşım. Bəlkə dəstək olanlar oldu. Paylaşdım, qoydum şkafın üstünə belə. Dala çəkildim, durdum. Üstündən hardasa 5 dəqiqə belə fikirləşirdim. Bir də gördüm mesajlar SMS-də səs vasitəsilə gəldi belə. Gəldim telefonu götürdüm, baxdım ki, dayanmadan takiblər, kommentariyalar, nə bilim gələcək, narahat olma, ürəyini sıxma, hər şey yaxşı olacaq. Başladı belə daha da bəyan artmağa, daha da görüntüləmə artmağa. Həmin günü Coffeeshop-a gələn insanlar daha çox oldu. Videoya qədər satışlarınız necə idi? Ümumiyyətlə nə qədər müddət idi oranı açmışdınız? 15 gün idi. 20 gündən sonra elə bil ki, o videonu qoydum. Ondan sonra satışlar. Gəlib gedən yox idi. Həqiqətən. Siz də belə düşünürdünüz ki, ayda riskə getdim, açdım. Ziyana gedəcəm də. Dizimində ziyana gedəcəm. Mən dəstək barəsində öyrənmək istəyirəm. Bu videodan sonra sizə dəstək olanlar kimlər oldu? Məşhurlardan ola bilər. Dəstəkçilərimizə çox təşəkkürümü bildirirəm. Birinci növbədə siz bu təşkilatçılığı yaratdınız, bizi çağırdınız. Yəni çox təşəkkür edirəm ki, bizə dəstək oldunuz. Siz kimi gənclərlə belə bir podkastlar.
Sonra Nərmin Kərimbəyova xanım, dəyərli müğənnimiz, çox təşəkkürümü bildirirəm. Sonra blogerlərdən Xatirə xanım, Mehin xanım, Nigar xanım, Həmail xanım, hər birinə dərin təşəkkürümü bildirirəm. Hər biri mənim qapımı açdılar, dəstək oldular. Kommentariyada yazan məşhurlar çoxdur. İnşallah sizin yolunuzda gözləyirəm. Mən də inşallah gələcəm ora. Son olaraq sizə belə bir sual da ünvanlamaq istəyirəm ki, bu podkastda həqiqətən baxan, ümidsiz olan bir gəncə 2-3 cümlə ilə necə bir motivasiya, dəstək olmaq istəyərdiniz? İradəli olun, səbirli olun, davamlı olaraq işləməyə davam edin. Hər şey yaxşı olacaq. Güvənin, şükr edin. Nailiyyətləriniz inşallah davamlı olar. Sənət sferasında nəyəsə dəstəyiniz, nəyəsə köməyə ehtiyacınız olsa, bizim iş nömrəmiz var. Əlaqəyə keçib şəxsi nömrəmi də verə bilərəm. Yəni danışıb sizə dəstək kömək ola bilərəm. Dəstək kömək nə demək olduğunu çox yaxşı bilirəm. Bu yaxınlarda istəyirsiniz festival barəsində də qısa olaraq məlumat verin bizə. İşləməyə davam edirik. Festivalımız olacaq. İçəri şəhərdə Sevgililər Günü özəl olacaq. Fevral ayının 9-dan 15-nə kimi festival keçiriləcək və 13 stend olacaq. 13 stendin birində biz də iştirak edəcəyik Light Coffee olaraq. Hər birinizi inşallah o stendin qarşısında gözləyirəm. Yeniliklər nələr gözləyir bizi bu yolda? İnşallah festivaldan sonra bizim ikinci filialımızın açılışı olacaq. Hər birinizi orada gözləyirəm. Uğurlar arzulayıram sizə Səbuhi. Yəni uğurlarınız daha da çox olar. Biz də baxarıq, yəni həqiqətən bir gənclər adına sevinib xoşbəxt olarıq. Təşəkkür edirəm sizə. Buyurun. Son olaraq Devox Studio Bakıya bizə yaratdığı bu şəraitə görə yenidən təşəkkürümüzü bildiririk və onu demək istəyirəm ki, əgər videomuzu bəyəndinizsə kanalıma abunə olmağı, videoya like atmağı, şərhlərdə siz də öz düşüncələrinizi paylaşmağı unutmayın. Gələn buraxılışlarda kimi görmək istəyirsinizsə kommentlərdə bildirə bilərsiniz. Sağ olun, gələn buraxılışlarda görüşərik. Sağ olun.